Görüm. Əməlli baş. Sizin nədir aylığım galiba? Aylıq ana da olmalı deyə. Görsən bax bu qədər aylıq qalıb ödəməliyəm bax. Buna bax, ey qızının tapusu özündən böyükdür, başına daş düşür. Ay mən aylıq ödəməliyəm deyirəm də bunu yazmalıyam hər ay. Hər ay yazmalıyam ki bu qədər pul. Bir dənə loxunu ay sevər, taparsan gözəliyimsən. Nəndən loxum taparam? Mən kirayə pulu elə bir başqasına vermirəm. O da ki bu evə verəcəm də. Mamam elə düşünürdü. Hə, haqlısan, əslində elə lazımdır. Düz deyil. Elə kirayə pulunu başqasına verməkdəsə dostu sizə də məsələdir. Bu ev Başqasına elə axırda cəhənnəm hacısı sizə qalacaq. Ne hər ay məsələn 460 mənki məsələn mən məsələn 20 min verməliyəm 5 ilə qoparacaq mənki. Amma uşaqlar mən məsələn 4 ay vermirəm. 250 manat vermirdim kira. Onun üstünə də 210 manat qoydum. Öz evimə verirəm. Biləcəm ki bu axırda mənə qalacaq. İndi bilmirəm mən ödəyə biləcəm o 20 mini ya ödəyə bilməcəm qalıb Allaha. İndi bu əlində pul olduqca indi həftəyə zada bir 2000-3000 götürürsən TikTokdan. Həftəyə harda? Həftəyə? Götürərsən. Ay bala mən əvvəl reklama getmişəm deyirəm. Bax reklama get. Mən öz əməliyyatımı eləmək istəyirdim. Mən eləyə bilmədim. Nə əməliyyat verirsən? Daş üstündə. Hə, deyirsən həftəyə, elə bir mən vəlizaram deyir həftəyə sən o qədər pul götürəcəksən. O 20 min götür. Mən indi bundan sonra hər şey nə elədimsə izləyicilərimə deyəcəm. İndi sən Allah bilir hələ nələr demədiyin şeylər var bizə, ay sevər. Bax. Anam məni qəbrə qoysun. Bir dənə budur mənim gizlətdiyim. O da sizlərlə bölüşdüm. Bu da dedim qoy hamısı tam qoy, hamısı şey olandan sonra şey eləyəcəm Nə dedim. qədər yeyəcəyim şey gör neçə vaxt. Bu evə girəndən də haçın girmişəm bax. Yaydan buradan sevər, yaydan. Necə bunu bizlə bölüşmür? Yox, hayır, yay nədir? Qışda girmişəm bura. Yayda. Yay qız. Yayda. Qışda. Belə təzə Yayda getdim. modu dəyişmişdi. Mənim o paltarlarıma oxşar paltarlardan geyinməyə başladı. Aptekin yanında. Yaraşırdı amma o paltarı tıllamamısan. Hansı düz eləmisən? Uşaqlar məni takib etməyənlər yuxarıdan takib eləsin. Turaj da takib eləyin, mən də takib eləyin canım. Dırnaqlarıma bax, nə gözəl eləyiblər. Hə, bu qız o mat eləyir, ay qız. Belə bir 10 manatlıqdır. Qəşəndir də, pis deyil ki, sökür. Xoruz caynağına oxşuyur. Mənim indi əlimə pis qaldı, sənin əlinə qəşəng qalar. Çox qəşəng qalar. Dinozavr əli o, bax gör. Səninki xoruzdur, mənim şirkədir. İstəsən səni də yönləndir. Sən Əzəstanlıqdasın da elə. Deyim, getsən də elə. Sağ ol, gizliyimdir, sağ ol, lazım deyil. Yaxşı. Səadətgilə gedib eləyirsən yenə. Hə, Səadət gilə bilsən necə? Səadət indi biraz qonaqları zadı var, biraz Nə, kim gəlir ki? bilsən necə, onun uşağı getdi rəhmətə. Ay, hansı? Yəni qarnındakı. Ay qız, sən elədin ha? Sən elədin. Qız, uşağı götürüb oynadırdın sən qucağında. Ay belə qarnındaydı. Sən isə uşağı nədir? Yumruq vurdun, bir şey eləmişsən, gedib uşaq. Mən niyə elə bir şey elədim? Cəmat çardı görmür onun qarnına təbiyyatına. Düzün denə. Nəsə heç sizdirmədin sevər. Düzün denə, başına. Vallahi mən heç onlara getməmişəm o dövrlərdə. Ha. Ha. Gədənin yəqin şeyi xarabdır, bu gədənin. Ay qız nə danışırsan? Ay Turac səni an verirəm o göydəki Allah. Vay ay Allah mən deyəsən istəyir ki canım mən. Oy ay aman. Ay baba nə danışırsan? Qurban olun başqa söz danış. Dostlar bizi takip eləməyənlər yuxarıdan takip alsın. Nə olar dostlar takip eləməyənlər takip eləsin. Turacı da mən də. Beni sev atın canlar. Bir dənə mənə bir dənə beni sev atın. Takip atın bizə. Nə olar takip atın. Beni sev də Bu atın sihirli canlar. kolyendi, sihirli kolyendi. Ay sevər Yox, bacı. ad günümdə hədiyyə eləmişdi qızıma. Ayşən çox sağ ol. Qızıldı, nədir o? Abi qızıl deyil, mən heç qızılım yoxdur valla. Niyə birinə çıxırsan özündən əvələ. Bir söz soruşuram da, nə olur? Yaxşı Tura. Ay Tura, sən qızılın var? Mən hamısını yox, məndə heç bir şey. İstəyərsən qızılan olsun. Yox, Bəs gümüş? heç bir şey istəmirəm mən. Tamam. Səni istəyirəm, bir gün gedək oturaq çayza düşək Targovda ikimiz. Nə deyirsən? Restoranda? Hə, bir yerdə oturarıq da qızım.
Ha, problem yox. Canlı yayında. Niyə belə yalan əsli titriyirsən elə başa düşmədim. Titrəmirəm ki. Nə alakası var? Qorxursan mı məndən? Niyə? Gözləri baxıyor, oy dədə. Gözlərini aşağı yuxarı. Deyirəm Sevər, inşallah bu evi sağ-salamat verək. Bundan sonra görəsən nə istəyəsən. Mənə maraqlıdır. Matazkilet, ha? Mən heç nə istəməmişəm baba. Mən öz yayınımı aparmışam. Ay cəhənnəm, ay qız, elə mənə bax, elə oturmamanın yanında kişi də kim olsa gətirərsən onu bura. Sən köçməyirsən də kişi gələr bura. Hə, nə olacaq? Ay bu 2 dənə otaq değil mi? Bu kişi harda qalacaq? Sən bir dənə otaq. Ay qız, bəbəm maman tək qalacaq. Ay valla nə kişiyə? Mənim anamla qalacağam əlbəttə ki. Mənim anam Kuknada yəni. Kukna ilə şey eynidir başa düşdün. Bir də bəs o kişi harda qalacaq? Bak kişiyində də sən qalasın da daş düşməsin sənin başına. Ay valla bəs mənim uşağım harda qalacaq gələcəkdə? Oy dədə bunlar villa düşünür qız. Elə ona Ay, görə, ay qız elə ona görə belə otur. Yox hey, gələcəkdə əlbəttə ki həyatıma kimsə girsə onun evinə gedəcəm də uşaqlar. Qız uşağı bu eləyib mamasına da nəsə eləyəcək ki, ya gedirəm. Bə mama tək qalacaq. Hə? Bə mamanı aparmayasın. Mamam da gələcəkdə niyə gəlməz? Mama da gələcək uşağa baxır. Yapmışam. Bə bu ev nə Mama olacaq? da- Burada verərsən mənə cəhənnəm. Bunu da ha verərəm də gəlib qalarsan. Mənə gördüyün bu yüzden zəhmət qalasın. O qədər də siz ürək şey xanım. Ay belə mənim əgər ikinci bir evim olsa, mənim həyat yoldaşımın evi olsa, təbii ki də o qədər iyrənc ola bilmərəm. Çünki mən də çətinliklərdən çıxmışam. Əlbəttə ki, səni görsəm küçədəsən, desən səbəb ver mənə bunun münasib qiyməti. Oldum bə, Allah başlasın. Gələk sənə qalma. Zaten bu evi Allah bizə bu ev valla mən kəşfiyyatda gəzirdim. Bir dənə qız gördüm, eser içindəydi. Ona yazdım ki, bəs şeydi də ünvanı at, gəlin sən götürüb gəl bizə. Gəl bizdə sınarsan heç olmazsa canım. Isınanda sonra gedərsən öz evinə də. Yəni bu mən zaten mən 20 yaşıma qədər bunun evində böyümüşəm başa düşdün. Ona görə heç mən elə şey deyiləm. Qız Yəni- sevgilənlərə yazmısan? Nə Pərviz? Hay can? Oy. Nə? Batı, sevgilən bitkili də ağzımı açım da sevgilənlərə yazmısan, gətirim evə. Hə. Yox bir dənə qızım var. Palçıqlı ayaqlan qoysa qıçın kəsərsən ki, girmə evə. Ay xəstəsəm elə insan deyiləm. Amma düz tezdir elə şeyləri. Amma mən öz otağıma salaram da, heç nə olmaz. Oy. Ya da ki o qədər məkan var. Birindən danışaram. Onsuz mən reklam edirəm. Gedər orada qalar. Ay, Yəni oturar. otelə göndərəsən, qız cəmaatı pis yola doğru. Ay belə yoxa karaoke zat. Sən nə otel? Hə, xiyar, hə, qızımdır. Sevər, hə Pərviz, eşidirəm. Dostlar, takip eləməyənlər zəhmət olmazsa takip alsın. Buyurun Pərviz bəy, eşidirəm, mesajını düşmürəm. O kimdir qız? Bilməm, izləyici yazır. Dostlar, hər kəs ekran, bir dənə yuxarıdan bizi takip alın. Ay Ay, can, səni də, ay, can. Aa, qız baboşun uşaq otağı var. Baboşun neynir bu? Cisiz. Baboşun uşaq otağı var, evlənsin. Baboşun özünə alan lazımdır. Baboşla evlənim bilsən. Ay qız, onu da çim-çimi şey eləyəcək. Elə içimizdə qalacaqsınız qışlarınız göydə. Nəysə, mən bundan sonra çıxıram, valla Allah. Sən də nəsə yazırsan yuxarıda gözlə. Görüm qızlar yazırlar, görüm nə yazırlar. Dostlar, ekran. Baboş. Çox gilet, evi zada kişi zat gəlib salar. Yazılı da həyatım. Öpürəm əllərindən, babam. Sən necəsən, neysən? Evə zada oğlan gəlib salar eləyər. Cilet zat bir də gördün, cilet gətirməyib, biabırsılıq. Yo, onu vermərəm ona getsin. Yo. Gələrəm aşkım, gələrəm. Niyə gəlmirəm? İndi evdəsən? Turajla biraz fəkəlim, gələrəm. Ay, kim oğlan salır evə? Bu şuşmadı mən. Baboş da, nəsib deyilin birdən salar, sonra sən qalarsan da. Qızım, sonra bir də görərsən ki. Ay qız, yox, sən danışma, yaxşısın. Qız, cilet şeyin deyirəm də. Ay, Turaj, sən bir şey valla bilmirsən, nə danışırsan? Valla, mən bir şey yavaş-yavaş yolumu... Başım gedib mənim. Yo, mənim başım gedib. Aa, gör qız nədir padruqam? Yazıb ki, Allah qız zarafat eləmirəm. Yazıb ki, Turacı da sabah gedək Targovya. Gəlməzsən? Qız yaxşı qızdır.
Qız mən Məhəmməd deyən, Pəpə deyənəm, bu da mənə belə ağzıma Ay, bala. açmasın gəlir. Sabah tezdə Yaxşı, üzüm yaxşı. allergiya. Allerji. Qız qoymadı. Yox, Müjərrət də Mən də. oldu. Hə, denən. Sən də görüm müjərrət elədi, hə, o təklifi. Bir tane de kız yazdım yukarıdan ki sever şeydi Turat istəyirsə sabah onu Targovuda qonaq eləyə restoranda. İstəyirsən? Üzüm allergiyalı da. İndi necə gəlim də bu qədər də tezləməmişdim. Pisəm axı indi. Ay kız narahat olma, heç nə olmaz. O Ay qız, tekstil qızıq günündəyim. Çındıra oxşuyuram. Necə gəlim? paltar giyin də bir dənə. Mən səni orada çırpım öldürüm. Sən o gözəlliyin də sənin yanında və mən sönük qalım. Aşkım tamam mən sabah özü pis gündə bəzəyərəm. Əgər sən mənim yanımda əgər sən pis görsən deyirsən, yaxşı sabah mən öz saçımı uzadım, hər şey pis bəzəyərəm. Hadi sən daha özgüvənli olasan deyə. Nə maşını Özü heç- sürürsən sən? Maşını var. Az mənim maşınım yox deyirsən. Nə deyir? Mənim ay mənim maşınım yox deyir, Nigarın maşını var. Bu Allah fazla oldu. Bu fazla oldu. Maşını var. Yo Allah mən maşın dedim. Dedim ki mən özüm pis bəzəyərəm. Sən Solda. apararam. Sən məni gəlib aparıb gəzdirmirsən. Alıb, o gülü Ama taksi vurup aparacağım da sen sen. Ay, Ben senin Sivas'tan başını necə bu qədər şeylə eləmişsən? Ay Ha? bala, Yenə Uğrana pis olsun. yoxsa? Bak aşkım ben maşın zadım yoktu. Valla olsa yani çok ay Allah ağzımdan eşitsin. Mənə də nəsib olsun. Ama ben onu necə sürəcəm o mənə çox maraqlıdır. Yəni mənim ayağım çatmır ya. Səni and ola Allaha bu başqa şeylər eləyib. Səni pozğun, səni cıncı. Vay nələr deyir dalımca. Ay yalandan eləyir. Qurana and olsun inşallah. Mən buna deyirəm aparıb səni gəzdim. O mənə ağzına gələn deyir. Yazıb ki, Səadət yazıb ki, inşallah o da olar. Ay oğlum sən qurban olum. Allah sən ağzından eşitsin. Amma həqiqətən yoxumdur da yəni. O mən dedim ki, yəni özümü pis bəzəyərəm. Yəni sən mənim yanımda qəşəng göstərərsən müştən. Zaten mən çox gözəl deyiləm. Mən nəyə oxşuyuram? Yəni yenə də yəni əgər sən mənə şey görmək istəyirsənsə mən elə o qədər yəni şey deyiləm. Sen bir gün olacak, bir gün sen geçen görsensen diye benim yanımda böyle çok bir şey olsun yani okey yani. Sen çok güzelsin, çok seviyorum. Deli dedi Allah hakkı ben onu deyirəm ki koşmayın. Risk ya. Ne yazıb Səadət? Səni sevənlər yanında. Can ay Səadət. Allah səni ya Rəbbim tez bir zamanda inşallah sən xoş xəbər eşidəsən. Mənim ürəyim hamımız eşidəsən. Sən də onların içində. Həqiqətən mənim yanımda Səadət çox olub dostlar. İndi mən sizə düzdür mən sizə mənim skalyozum görsəm. Mənim skalyozum var canım. Mənim belimdə skalyoz var, amma mən gözəlimdir. Mən ayaqlarımı məsələn mən yeriyə bilmirəm. Ya biraz yeriyirəm, yoruluram, skalyozum ağrıyır 4-cü dərəcədə. Mən həkimə gedəndə həkim dedi ki, bəs 4000 gətir, mən sənə əməliyyat edirəm. Sağ-salamat da sağalacaqsan. Amma mən fikirləşdim ki, bəs Səadətlə də məsləhətləşdim. Səadət mənə dedi ki, məsələ şeydir də, yenə də sənin fikrindir, amma bəs ev də vacibdir. Yəni çöldə qalmayasan deyə özünə ipoteka ilə ev götür. Mən də dedim ki, tamam. Mən də özümə yəni ipoteka ilə ev götürdüm. Yəni sağlamlığımı yəni şey elədim də, yəni sağlamlığımı qoydum bir qırağa. Amma kəşk yəni mən məsələn tək istədiyim inşallah həmişə mənim arzum olub ki, mənim boyum hündür olsun. Bu mənim tək arzum olub. Bilirəm ki, mən heç vaxt o arzuma çatmayacağam. Amma yəni sizin də həyatınızda hansısa bir arzunuz olub, amma mənim də tək arzum. Amma mənim bu ev məsələsidir. Biz çöldə qalmayaq deyə bu hərəkəti eləmişəm. İnşallah o da olacaq. Allah böyükdür. Bəli, Allah hər şeydən böyükdür canlar. Rozumuzu verən də Allahdır. Yəni bunu yenə də deyirəm. İnsanlar sizin əməyiniz üstümdə çoxdur və sizdən bunu gizlətmişəm. Amma inan ki dostlar, buna görə hamınızdan üzr istəyirəm. Mənə bir gül belə atan, mənim üçün dəstək olan ekranımda. Əmin olun ki dostlar, mən hamısını ödəməmişəm. Yenə də kağızı da sizə göstərdim. Yəni 20.000 mən pulu ödəməliyəm və bilmirəm o pulu mən necə ödəyəcəm. Aylıq hər ay 460 manat pul verməliyəm. Və güman edirəm ki, Allah böyükdür, hər şey yaxşı olar. Allah nə yazıbsa o da olacaq. Can, çox sağ olun.
Az afrislik elə. Sənin gözündə afris kimi görsənə bilərəm, amma qoy sən məni necə tanıyırsan, elə də şey elə. Mən nə deyə bilərəm sənə? Mən yəni özümü valla siz bəzi insanlara yəni necə sübut eləyim bilmirəm, başqa nə eləməliyəm. Amma söz verirəm ki, yaxşı insanlara bundan sonra nə eləsəm, mənim buna sizə deyirəm uşaqlar. Mənim tək istədiyim əməliyyat olmaqdır. Mən o 4000-i yığmaq istəyərdim. O 4000-i yığmaq istəyərdim. O əməliyyata girmək istəyərdim. Amma demişəm, bundan sonra nə eləsəm, nə eləməsəm, hər şeyi sizlərlə bölüşəcəm. Və canlar, mən, yəni gəlin məni az da olsa başa düşün. Mən kart paylaşmamışam. Heç nə eləməmişəm. Mən sadəcə burada reklamlara getmişəm, burada cəzalar eləmişəm. Mən, yəni özüm öz ayaqlarımın üzərində durmaq üçün çox şeylər eləmişəm. Bilmirəm, insanlar mənə qınaya da bilər. Amma canlar, mən tək istədiyim şey budur ki, mən şey eləmədim də, yəni çöldə qalmayayım deyə mən bunları elədim. Çünki mən uşaqlığımdan bizim heç bir zaman öz evimiz olmayıb canlar. Mən həmişə bunun evində qalmışam. Dayımın evində qalmışam, 10 gün dayımgildə qalmışam, 15 gün, bir ay xalamgildə qalmışam. Nə bilim, dostlar, əmimgildə biraz, və hərəsinin küncündə biraz mən qalmışam. Bunu. Mən gözümü açmışam, öz evimi görməmişəm. Mən ata sevgisi nədir görməmişəm. Atam mənə bir cura bilə mənim atam mənə eləməyib mənim üçün. Heç də mənim ailəm mənim üçün eləməyib. Amma bunun kimi mənim tək boyum hündür olması olub, boyum uzun olmasını istəmişəm mən Allahdan. Onu Allah mənə nəsib eləməyib. Çox istəmişəm, onun üçün çox dualar eləmişəm. Və o qədər Allaha dua eləmişəm, yalvarmışam ki, nə olar Allahım, mənim bir dənə boyumu uzat. Amma canlar, Allah mənim boyumdan alıb. Bax, sizlər kimi insanları tanıdım. Bu TikToka gəldim. Burada mən kasıb bir qız olmuşam. Mən bilirsiniz ki, mən necə bir həyatdan çıxmışam. Mənim heç nəyim, mənim geyinmə, siz mənim geyindiyim gedin keçmiş videolarıma qoyun, baxın. Mənim geyindiyim paltarlar, mənim heç öz istədiyim, yəni geyindiyim öz, necə deyim, ürəyim istədiyim, həmişə istəmişəm ki, öz ürəyim istədiyim paltarı alım. Amma həmişə də qəşəng geyinmək istəmişəm, gözəl olmaq istəmişəm. Hər bir qızların arzusudur axı dostlar, qəşəng geyinsin, keçinsin, saçını bəzəsin. Yəni mən də bunları istəmişəm. Mən də bir qız olaraq Allahın bizə nəsib elədiyi bir şey, mən bunlar hamısını istəmişəm və eləmişəm də. Saçıma qaynaq da eləmişəm. Burun əməliyyatı istəmişəm, onu da eləmişəm. Düzdür, mən burun əməliyyatıma 1 manat verməmişəm canlar. Onun dostuna 50 manat vermişəm sadəcə buna. Amma istəmişəm. Bunu Allahdan istəmişəm. O əməliyyata girmişəm. O qədər o əməliyyata girib sağ çıxmayan insanlar olub canlar. Amma mən sağ çıxmışam. Sağ çıxmaya da bilir. Demək ki, Allah mənim xoş gəldin balam. Nəsibimdə bunları... Axşamınız xeyir dostlar, necəsiniz, nə var, nə yox?